başının yanındakı qandı. Yox, balkona pencərədə. Pencərə. İşin gəldi. Yanına yanaşasında şey. Lap qardaşı gələn var ya. Hə. Altında açıq pencərə adam var. Orada heç kim yoxlamır axı. Onun üstündə yanına yatan adam. Verməzlər adamı. Evin işığı yanır amma. Uyda ona bax. O maşınla aparmaqları düz deyil, ayıbdır. Onun üstü açıq zat, elə meyid aparırlar. Elə meyid aparmırlar, amma mən elə şey görməmişəm. Yəqin skor yedim. Kim bir pul yoxdur axı. Valideyni olsa pul verərdi skoruya, aparardılar. Var indi meclisdə var. Gözləyənə baxsa Yox, kim elə cihaz tapmır, deyək, bayan uzaqda bir. Morqda saxlayırlar da elə olanları. Bu nə düşünmüş üstünə? Bilmirəm, oyda. Mən belə şey Allah haqqı. İndi açıq var. Bunda, küməyə Belə üstünə atardılar da yazdığım. Qız gətirib özdə onu. Ədyalı qız gətirib. Heç kim yaxın durmur, heç kim yoxdur. Polis oğlanı apardı, getdi, şu. O kimsə Gerdə qalır. Burada. şeylər götürməlidir. Ürəyim ağrıcı. Bu da apar. Park da park. Mən indiyənə kimi uşaqlar çox ölən görmüşəm. Mən belə maşında meydə aparan görməmişəm. Necə götürəcəklər? Ay uşaqlar, siz görmüsünüz indiyən kimi belə maşınla meydə aparan? Mən şəxsən görməmişəm. Tabutda maksimum belə apara bilərlər, o heç. Mən belə şey pis oldum. Kimsəsiz pis şeydir. Ay sağ oldu. Mən də onu deyirəm də belə şey belə maşınla heç kim aparmırlar. Bu deyir ki, nəsə. Maşının üstü görünür. Adamların başları imkan verir ki, hamısı yığışıb ora. Oradan. Tam bir adam uzanacaq. Belə Allah haqqı aparmırlar belə maşınla. Bilirəm də orada da görmüşəm. Gör ora şey bağlamışdılar da adamlar keçməsin deyə. Ücə adamlar girib içinə. Polis deyil. Belki burada düşdü. Hamısı yığışıb üstünə. Hə, qız da özünə atan qız. Necə gəlmə qaldı? Mən sizə cəbərməyəm, qeydinə. Bu da düşüncəyə də qaldı. Hadi sıraz ölüb də. Ağzı düşünməsin. Prosto 14-dən düşüb bu. Amma qancıq Beyin qanaxması olur da. Hə, iç. Qanaxma içindədir. Park da, park. Mən o maşınla aparmaqları çox maraqlıdır. Başqa heç nə Allah, düzgün bir şey deyil o. Nə olsun kimsəsizdir. Yəni polissən də ən azı cibindən 20 manat zat. Bir dənə o normal maşından çağır, aparın. Ya skor ilə aparın. Qanın zadı elə də yoxdur. Biabırçılıqdır Allah haqqı. Niyə atıb? Bilinmir. Boğazında iz var. Qızın boğazında iz var. Buradan atıb deyilənə görə deyil. Hardaydı ha bura? Deyə bu işıq yanan ev var bir dənə tək. Adə burada yaşayandı. Ekspert evinə nə girdi onun? Pəncərə kirayə qalır. Deyə burada qalan. Bu da evin pulu. Oğlanı da şapardılar. Boğazında niyə iz var onda? Yavaşı var. Götürə bilmirlər, deyəsən. Hə. Heç kim yaxın durmur götürməyə görə Allah haqqı. Şübhəli şəxs Qoydular, qoyublar ücret deyəsən, yox qoymayıblar.
After. Belə olmuş da səsi. Tərəf. Hadi deyirəm də təzə atıb. Dedim ki, yəqin kimsə yuxarıdan taxlatır, odun yapmış. Bizim o düşər. Götürən yoxdur onun yerdə. Bilirsən. Önə də bax. Qızdı özünü atan qız. Orta yaşlı qızdı. Epilusda boğazında iz var. Birinci mərtəbə Skor gəldi, baxdı, getdi. Heç də eləmədilər. Əslində skor aparmalı deyil onu. sağ falan. Polis getdi, meyit qaldı burada. Sağ qalanda xəstəliyə qaldı ki, çatmışsın. Adicə başqa bir ölü zad olanda indi kimsə çəkiliş eləyəndə özümüz görürük də. 5-6 dənə polis gəlir, 2 dənə skor zad gəlir. Polis zad getdi, meyit maşından meyit qaldı orada. Heç kim götürmür. Polis getdi axı. Üzünə baxıb gedirlər. Ya sümükləri sınıq da götürə bilmirlər. 100% sümükləri sınıq da götürə bilmirlər. Ya da nə bilim, götürən yoxdur. Qızdı. Özünə atan qızdı.